Həftəlik bürclər 1 dekabrdan 8 dekabra doğru su ünsürlərinin, balıq, xərçəng, əqrəb bürclərinin nələr gözlür? Həmişə şikayət edirsiniz ki, bizi axıra saxlayırsınız. Balıqlardan başlayaq. Balıqlar bu həftə güc birlikdədir sözünü unutmayın. Bu həftə kimlərinsə kömək, kimlərinsə dəstəyi nəticəsində ruhsal azadlığınızı paralel şəkildə maddisal sferanızı aktivləşdirməyi ən əsas bir məqamda o çiyninizdə olan yüklərin parçalanmış şəkildə üstünüzdən qalxışı və özünüzü aktivləşdirməsi olacaq. Sadəcə ən böyük problem balıqlar bilirsiniz nədir? Geriyə çəkilib və özünüzü tam dərk etməməyiniz. Sanki bilirsiniz necə elə bir məqamda olacaqsınız ki, öz qutuvuzdan, öz qabınızdan, öz evinizdən, belə deyim də yerinizdən çıxmaqda bir çətinlik çəkəcəksiniz. Tənbəlliyiniz bu həftə həddən artıq çox ola bilər balıqlar. Buna isə gərək yoxdur. Çünki şans bu həftə balıqlar sizin yanınızdadır. Zaten dekabr ayının ən şanslı, ən uğurlu bürclərindən biri, birincisi daha doğrusu siz balıqlar. Bundan istifadə edərək özünüzün gücünü, özünüzün nəyə qadir olduğunu kursu olaraq, təhsil olaraq, bilik olaraq, məntiq olaraq, beyinsel olaraq daha aktiv bir vəziyyətdə ola bilərsiniz. Balıqlar bundan istifadə etməlisiniz. Bu həftə çox gözəl olacaq. Çünki bədəninizin üzərində olan sağlamlıq olaraq, yük maddiyyat olaraq bütün yüklərinizdən azad olursunuz. Özünüzü belə deyim də tam güclü bir şəkildə ən çox da maddisal sferə baxımından aktivləşdirəcəksiniz. Çoxdan da gözlədiyiniz sizə doğru borclu olan insanları, yatırımlarınız, maddisal barədə nə güclər varsa əl birliyi ilə bunları aktiv şəkildə özünüzə doğru çəkə bilərsiniz. Şəxsiyyətdən də negativ deyil, şəxsiyyətdə monoton şəkildə hər şeyi yola verməyə bacaracaqsınız. Sadəcə olaraq mənə çatmayan bir sistem nəfəs boru və sistemimizdə, bilmirəm nədəndir, nəfəs qida boru sistemimizdə bir balaca göynəmələr, ağrılar, ürək sistemimizdə xüsusi bir cüzi bir sinirsel toxunuşlar olacaq. Bunlara fikir versiniz, həftəvizi 86-87%-ə qədər balıqlar uğurlu edə bilərsiniz. Xərçənglərə gələndə isə xərçənglər bu həftə belə deyim də çox böyük bir düşüncələrdəsiniz. Bu zaten su ünsürləri bu həftə biraz tənbəldir, elə bir sizi aktivləşdirmək lazım. Balıqlar, amma siz daha başqa bir məqamda olacaqsınız. Qəlbən emosiyanal balıqlar deyim, xərçənglər. Siz daha qəlb qırıqlığında olacaqsınız. Sanki ətrafınızda olan insanın əsl simasını görəcəksiniz. Bu xəyanət də ola bilər, bu yalan da ola bilər, bu dost da ola bilər, yoldaş da ola bilər, sevdiyiniz bir insan da ola bilər ki, onun sizə qarşı yalanının, onun sizə qarşı maskalanmış bir simasını görəcəksiniz və nəhayət ki, görəcəksiniz. Amma buna baxmayaraq günəş sizin enerjinizi daha da aktivləşdirəcək xərçənglər. Yəni şansınızı, uğurunuzu xərçənglər daha uğurlu bir formada yönəldəcək. Bu həftə nə istəyirsinizsə, mən istəyirəm, onu həyata keçirə bilərsiniz və bu şanslarınız bu həftə sizin xərçənglər olacaq. Amma pilləli şəkildə maddiyyatınıza fikir verməlisiniz. Maddiyyatınız əgər şərikli işləriniz varsa və yaxud da kimlər nəsə iş görmək istəyirsə, pulun mübadilinə, məxaricinə, mədaxilinə çox ciddi bir şəkildə fikir verməlisiniz. Çünki o problem sizi bir balaca yarımçılığa, nəfsinizin quluna və yaxud da pulla bağlı böyük bir məxarici aktivləşdirib ziyan çəkəcəyinizə qədər apara bilər xərçənglər. Buna fikir verməlisiniz. Bu həftə nəfsinizin oyununa düşə bilərsiniz. Bu isə normal deyil xərçənglər. Bu sizlərdə redqə baş verir, amma bu həftə onu gücləndirə bilərsiniz öz üzərinizdə. Bacardığınız qədər həqiqi mənada bu həftə su ilə təmasınızı gücləndirin. Arınmalar olaraq, belə deyim də, su ilə əlaqədar olaraq, belə deyim də, alacağınız enerji olaraq stabilləşdirə bilərsiniz. Ailə və şəxsiyyətlə əlaqədar olaraq enerjiniz xoşuma gəlmədi. Çünki parça-parça gəlir və bu parçalanmanın da ən böyük soyuqluğunu siz özünüz danışıq olaraq, səbirsizlik olaraq aktivləşdirəcəksiniz və enerjinizi 68-71%-ə qədər saxlaya bilərsiniz. Əqrəblərə gələndə isə əqrəblər görmədiyim hər şeyi görmə zamanıdır. Görmədiyiniz hər şeyi gücləndirməyə başlayacaqsınız. Sevgi şəxsiyyətinə əlaqədar olaraq yeni bir sevgi, yeni bir bağlantı, yeni bir saplantı gəlir ki, özünüzü asılı sala bilərsiniz. Və bu həftə bacardığınız qədər ağac əkmək, gül, torpaqla əlaqədar olaraq özünüzü gücləndirin. Çünki ən təmiz enerji oradan gəlir sizə. Əqrəblər zamanın idarəsi sizdə olacaq, zaman sizin yanınızda olacaq. Yavaş-yavaş irəliyib sizin gücünüzü özünüzü aktivləşdirməyə çalışacaq. Bacardığınız qədər özünüzlə danışmağa çalışın. Güzgünün önünə keçin və öz problemlərinizi, özünüzü psixoloji olaraq anlamağa çalışın. Çünki özünüzə zamanınız, özünüzə dəyəriniz əqrəblər bu həftə çox zəif olacaq. Bunu düzəltməyiniz yüksək səviyyədə lazımdır. Bu həftə plan həftəsidir əqrəblər. Plan qurmalısınız. Özünüzdə də və bacarırsınızsa bu planları qeyd etməlisiniz. Bu saatda nə etməliyəm, gələcəyə doğru nə etməliyəm. Planlı şəkildə idarə etdiyiniz hər bir şeyi gücləndirəcəksiniz. Əqrəb kişiləri kral və güclü olduğunuzu bu həftə hər kəsə sübut etmə zamanıdır. Bunu bacarsaz, dekabr ayında sözünüzün, özünüzün idarəsini tam aktiv formada aparacaqsınız. İçdiyiniz sulara, içdiyiniz mayelərə, qəbul etdiyiniz hər şeyə fikir verməlisiniz. Çünki mədə-bağırsaq sistemi bu həftə qəbul etdiyiniz hər bir şeylə əlaqədar olaraq bir balaca allergik fonu, bir balaca bədənsel belə deyim də, deformasiya, qəbul ediciliyini, belə deyim də, mübadiləsini aktiv formada gücləndirə bilməyəcəksiniz. Çünki mədə
bağırsaqdan gələn bədəndə dəridə qıcıqlanmalar, narahatçılıqlar, mədənin özündə olan problemlər əgər bilər sizi belə deyim də bədənsel olaraq natarazlığa doğru aparacaq. Buna fikir versəz, ümumi həftənizi bir balaca çox boş-boş danışıqlar var. Bacardığınız qədər eşidirəm, amma qəbul etmirəm kimi yönləndirməyə çalışın öz beyninizin içərisində. Bunları stabilləşdirə bilsəz, 78-76%-ə qədər əqrəblər həftənizi uğurlu edə bilərsiniz.